2024-cü ildə Respublika üzrə orta aylıq əmək haqqı 8,1% artmışdırsa, ötən ilin ilk 10 ayında artım 9,4% olub. 2025-ci ilin yekun nominal orta aylıq əmək haqqı artım faizinin fevral ayının əvvəllərində rəsmi elan ediləcəyi gözlənilir. İlkin gözlənti 9,2% maaş artımıdır. Yenicaq AS xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, bu aydan etibarən bütün növ pensiyaların indeksləşdirilərək artırılması baş verəcək. Bu o deməkdir ki, 540 manat məbləğində orta pensiya alan vətəndaşımızın pensiyasında bu aydan 50 manata yaxın artım olacaq. Yanvar ayının artımı fevral ayının artımı ilə birlikdə ödəniləcək. Nəticədə 2026-cı ildə Azərbaycanda orta aylıq pensiyanın təxminən 590 manat olacağı proqnozlaşdırılır. Yaşa görə orta pensiya isə 629 manata çatacaq və bu məbləğ 2025-ci illə müqayisədə 7,9%-dən çox artım deməkdir ümumilikdə. Təqdim olunan rəqəmlər pensiya və maaş artımlarının nominal baxımdan davam etdiyini göstərir və bu, xüsusən sabit gəlirlə yaşayan pensiyaçıların sosial rifahı üçün müsbət haldır. Orta pensiyanın 540 manatdan təxminən 590 manata yüksəlməsi kağız üzərində əhəmiyyətli artım təsiri bağışlayır və dövlətin sosial öhdəliklərini yerinə yetirməyə çalışdığını göstərir. Yanvar və fevral ayları üzrə artımların birlikdə ödənilməsi də qısa müddətli dövrdə vətəndaşların gəlirlərinə müəyyən rahatlıq gətirə bilər.